Quba rayonunun 3 kəndinin adı dəyişdiriləcək. Bu, Milli Məclisin bugün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq və Vladimirovka kənd inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi hesab ediləcək. Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çınarlı kəndi, Timiryazov kəndi Bəhrəli kəndi adlandırılacaq və Alekseyevka kənd inzibati ərazisi dairəsi Çınarlı kənd inzibati dairəsi hesab olunacaq. Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.